Bizim dinimizin iki yönü var. Dinimizde iki birbirine zid, birbirinin əksi olan hal və xüsusiyyətlər var ki, bunların inkişafı bir-birinə bağlıdır. Dinimizdə məhəbbət var və dinimizdə nifrət var. Dinimizdə dostluq var, dinimizdə düşmənçilik var. Dinimizdə inkar var, dinimizdə təsdiq var. Bunlar bir-birindən əlaqəlidir. Mən yəkfur bit-tağut və yu'min billah. Quran ayəsidir. Kim tağutu inkar etsə, şeytanın düzənini inkar etsə və yu'min billah və Allaha iman gətirsə, fəqəd istəmsəkə bil urvətil vusqa, o Allahın möhkəm ipindən yapışıb. İnkar olmasa təsdiq olmur. Nəyisə inkar etməlisən, lə deməsən, illallah deyənməzsən. Allahdan başqalarına yox ki, Allaha hə deyəsən. Bu iki başlı məsələdir. Həliddin illəl hubbi vəl-buğz. Din məhəbbət və nifrətdən başqa bir şeydirmi? Dinin bir məhəbbət hissəsi olsa, nifrət hissəsi olmasa, məhəbbət hissəsi də yoxdur deməli. Yalan şeydir. Din iki qanaddan ibarətdir, inanc, məhəbbət və nifrət. Haqqa məhəbbət artdıqca, haqq əhlinə, insanlığa məhəbbət çoxaldıqca, insanlığın düşmənlərinə nifrət çoxalmalıdır. Yoxdursa yalan söhbətdir. Razısınız? Bir insan insanlığı dəlicəsinə, Azərbaycan xalqını sevir. Azərbaycan xalqını Xocalıda qətlə yetirən, soyqırma məruz qoyan o caniləri də sevir. Doğrudan da xalqını sevir, yoxsa yox. Bu sevgi səbəb olmalıdır ki, o canilərə, o cəlladlara nifrət eləyəsən. Doğrudan da sevgidirsə. İki tərəfi var. Məhəbbət haqqa, haqq əhlinə, insanlığa artdıqca, insanlığın qənimlərinə, düşmənlərinə olan nifrət çoxalmalıdır. Həliddin illəl hubbi vəl-buğz. Ona görə iki zid xüsusiyyət insanda olmalıdır ki, insanın imanı kamil olsun. Məhəbbət və nifrət. Bunu Quran da buyurur. Əşiddəu aləl kuffar, ruhaməu beynəhum. Möminlərdən danışır. Deyir, düşmənlərə qarşı, kuffar burada düşmən mənasında da deyənmirəm təfsirin üzərində. Düşmənlərə qarşı sərt, öz aralarında mehribandılar. Onlara qarşı sərtdilər, qətiyyətlidirlər. Öz aralarında isə mehribandılar. Mehribanlıqları artdıqca o birilərə qarşı narahatçılıqları çoxalır. Və məhəbbətin meyarı budur. Mən yenə də deyirəm, hərdən onu göstərirlər orada dünyanı idarə eləmək iddiasında olan və yaxud dünyanı idarə edən o insanları göstərirlər, yığışıblar birbirinin yanında, əl verirlər, görüşürlər, gülümsəyirlər. Onlara belə deyək, biganə baxan, ürəyində onların o cinayətlərinə görə onlara nifrət eləməyən insanın imanında nöqsan var. Çünki onlar vəhşi canavardır, insan cildinə gəlib giriblər. Onların təbəssüm eləməyinə baxma. Bütün qırğınların xeyir duası onlar tərəfindən verilir dünyada insanları. Kütləvi şəkildə qətlə yetirirlər. Harada onlara lazımdırsa. Bu, iman göstəricisidir bunlara olan münasibət. Və imanın haqqa bağlılıqdan çox batilə və Allahın düşmənlərinə düşmən ol hissəsi mühümdür, çox mühümdür. Mümtəhinə surəsi var Quranda, bir neçə ayəsini icazə verin, tərcümə eləyim. Ya eyyuhəllədinə amenu, la təttəxizu aduvvi və aduvvukum əvliya. Ey iman gətirənlər, mənim və özünüzün düşmənlərinizi özünüzə dost tutmayın, vəli tutmayın. Quran buyurur bunu. Və qəd kəfəru bima ca'akum minəl haqq. Bir halda ki, sizə nazil edilən həqiqətə kafir olublar. Sizin qəbul etdiyiniz haqqı, həqiqəti qəbul etmirlər. Onları özünüzə dost tutmayın. Onları özünüzə qardaş bilməyin. Onları özünüzə yaxın hesab eləməyin. Yuxricunər rasul və iyyakum. Bir halda ki, onlar peyğəmbəri və sizi yurdunuzdan, yuvavuzdan didərgin salıblar. O təkcə o dövrə aiddir sizin fikrinizcə. Bir yerdə ki, müsəlmanları yurdundan, yuvasından didərgin salıb qətliyama məruz qoyur, onları özünüzə dost tutursunuz.
Onları özünüzə yaxın bilirsiniz. Nə günah üstündə çıxardıblar sizi yurdunuzdan? Ən tu'minu billah rabbikum. Allaha inanmışsınız. Sizin günahınız budur ki, siz müsəlmansınız. Allaha inanmışsınız. Bunların düşmənçiliyinin səbəbi bu. Tusirrune ileyhim bil məvəddə. Deyir ki, gözəl ayələrdir bu. Bəziləriniz gizlicə onlara məhəbbət göstərirsiniz. Ürəyinizdə onlara rəğbət var. Ürəyinizdə onlara qarşı rəğbət var. Xəstə qəlblər qəribə o batilə meyllənir. Xəstə qəlblər. Deyir, mömin heç zaman batilə yəqin tapmaz. Xəstə qəlblər o batilə meyl yaradır. Quran buyurur ki, tusirrunə ileyhim bil məvəddə. Onlara qarşı məhəbbət göstərirsiniz, meylllənirsiniz onlara. Və ənə a'lamu bimə əxfeytum və mə ə'ləntum. Deyir, mən bilirəm, gizli saxladığınızı da aşkar elədiyinizi də bilirəm. Və mən yəğfəlhu minkum, yəf'alhu minkum, fəqəd zəllə səvəəs-səbil. Sizlərdən kim onlara meyl etsə, onlara məhəbbət göstərsə, Allahın düşmənləri ilə dost olsa, özünü onların cərgəsindən saysın. O əzəllə-səbil və yaxud da zəllə səvəəs-səbil. O insanlar azğın yoldadılar. Bələ zallin deyirik hər gün namazda, bizi azğınlardan qərar vermə. Bu azğınlıq nədir? Bu ayədə deyir. Kim ki, Allahın düşməninə, bəşəriyyətin düşməninə zərrə içində rəğbət varsa, buyurur ki, onlar yolundan azmış azğınlardır. Bu ayə kimin haqqında nazil olub? Hatib ibn Əbi Bəltə adlı bir şəxs, müsəlmandır, Peyğəmbərin yanındadır, İslama iman gətirib. Müşriklərin içində də dostları, tanışları var da, oradan Məkkədə qohumları var. Gizli məktub yazır onlara. Deyir ki, nə olar, indi mən Peyğəmbərin yanındayam. Onlara da bir dənə sədaqət məktubu yazım ki, elə mən sizlə də dostam. Peyğəmbər qələbə çalsa, dadıma çatar. Yəni, bir ziyanı olmaz. Peyğəmbər məğlub olsa, mənim köməyimə gələrdi, onlara bir sədaqət məktubu yazım. Məhəbbətimi izhar edeyim. Öz-özünə belə bəraət gətirir, əsas gətirir sözlə. Məktubda da yazmışam, mən Peyğəmbərin yanındayam dostlar. Onlara da bir simpatiyamı bildirim bu məktubla. Məktubu göndərir, Peyğəmbərə vəhy gəlir, məlum olur ki, bu məktub göndərir. Gedirlər, Həzrət Əli yolda bir qadınla göndərir. O məktubu qadından alır, eşitmişsiniz, demişəm, Zübeyir narahat olur, bax bu hadisədə olur. Gedir, məktubu alır Həzrət Əli o qadından, gəlir. Peyğəmbər deyir ki, sən niyə bəs bizim hərbi sirrimizi düşmənə verirsən? Sən niyə bizdən onlara xəbər verirsən? Sən niyə onlara məhəbbətlə məktub yazırsan? Cavab verdi ki, ya Rasulallah, mən sizə iman gətirmişəm, amma orada qohumlarım var. Dedim, bəlkə biraz yumşaldaram onları, filan eləyərəm, bəlkə bir rəğbət qazandıraram. Allahın ayəsi bunun cavabında nazil oldu ki, onlar yumşalan deyil. Zənn eləməyin, onlar sizə qarşı yumşalacaqlar. Onlar sizinlə dost olan deyil. Ən yəthqəfukum, sizə əlləri çatsa, yəkunu ləkum ə'daən, onlar sizinlə açıq düşmənçilik eləyəcəklər. Onların davası əqidə davasıdır, o elə belə küçə davası deyir ki, sən ona ehsan eləməklə o səndən barışsın, onun qəlbi səndən düşməndir. Vəddu ləv təkfurun, deyir ki, onlar və vəddu ləv təkfurun, deyir, onlar sizin kafir olmağınızı istəyirlər. Açıq aşkar Quran deyir. Deyir, siz onlara tabe olmayınca onlar sizdən əl çəkməyəcək. Quran bunu açıq deyir. Siz onlara tabe olmayınca onlar sizdən əl çəkməyəcək. Onlar, bunu Quran deyir, Allah deyir. Onlar sizi özləri kimi etməyincə, öz günlərinə qoymayınca sizdən əl çəkməyəcəklər. Sizin barışmaq nöqtəviz yoxdur. Mümkün deyil. Bu iki cəbhənin barışmaq nöqtəsi. Və Kərbəla hadisəsi bunun belə deyək, həmin bu iki xüsusiyyəti insanlarda yaradan. Mən hətta deyərdim ki, İmam Hüseynin Kərbəlası haqqı sevdirməkdən daha çox batilin üzünü açmaq üçün idi. Batilin xəbisliyini göstərmək üçün idi. İmam Hüseyin əleyhissalamın Kərbəlası
qiyamətəcən yaşayacaq insanlara göstərdi ki, bu cəbhə var ha, haqq qarşısında dayanan. Fərq yoxdur hansı adla çıxıb. Amma bunun biraz qovsan onu, divara dirəsən, artıq gedib 6 aylıq günahsız uşağı öldürməyə qədər gedəcək. Bunların hamısının bir xüsusiyyətidir. Adlar şərtidir. Bugünkü gündə də dünyaya baxın, görürsünüz, demokratiyadan, azadlıqdan dəm vuran dövlətlərin xeyir duası ilə insanlar kütləvi şəkildə qətlə yetirir. Görürsən, bir dənə kəlmə danışan yoxdur. Bir ölkədə onların hansısa bir əl altısına bir dənə söz deyəndə aləm dəyir bir-birinə, aləm bir-birinə dəyir. Xəbəriniz var ki, nə qədər insanlar gündə, saatdə qırılır, toy mərasimləri bombalanır, insanlar qətlə yetirilir, öldürülür. Heç kəsdən xəbər çıxmır, səs çıxmır. Gedirlər, onlarla rəqs edirlər, qılınc rəqsi oynayırlar, nəmləyinirlər. Budur, bunların həqiqəti, mahiyyəti budur və Quran-ı Kərim də bunu bizə bəyan eləyir, müxtəlif şəkillərdə bəyan eləyir. İmam Hüseynin Kərbəlası da bunu bizə göstərir. Və bugün Ramazan ayının son cüməsi həmin o həmrəyliyin ifadəsi üçün, İslam ümmətinin həmrəyliyinin ifadəsi üçün və bütün İslam ümmətini ağrıdan məsələlərin bizi düşündürməsi üçün bir fürsətdir. Hansısa bir məntəqədə olan qətliam, məzlumiyyət o birilərə də təsir göstərir. Fələstini, Qudsi, Suriyanı, digər yerləri, onların dərdini çəkməyəndə Qarabağ dərdi unudulur. Bunlar İslam ümməti bir vahid bədən kimidir, Peyğəmbər buyurur. Bir bədən, bir hissəsi əziyyət çəksə, hamısı narahat olar. Odur ki, dünyada baş verən hadisələr ən azından adamın qəlbini narahat eləməlidir ki, hər hansı bir insan, yenə deyirəm, sözümün əvvəlində dedim, fərqi yoxdur hansı dindən. Həzrət Əli əleyhissalam deyir ki, bir Yahudi qızının əgər ayağından o vaxt ayağa qolbaq kimi bir şey bağlayardılar. Bilməm onun adı nədir? Xal deyirlər ona, nə deyirlər? Onu gəlib qarət eləmişdilər. Həzrət Əli əleyhissalam dedi ki, bir Yahudi qızının ayağından bunu aparırlarsa, müsəlman cəmiyyətinin gözü qabağında, onu gəlib qarət edirlərsə, adamın ürəyi partlasa yeri var ki, bu haqsızlığa müsəlmanlar necə dözdü ki, gəldilər bir Yahudi qızını qarət elədilər onların gözünün qarşısında. Ona görə də belə birinci xütbədə dediyim kimi, eşidəsən, heç nə vecə olmuyor, desən, əcəb olur, müsəlman elə qırılmalıdır, belə deyəsən, bu sənin özün daxili vəziyyətindən xəbər verir ki, sən hansı vəziyyətdəsən. Quranda ayə var, deyir, Salihin dəvəsini bir adam öldürdü, amma Quran buyurur ki, fəəqəruhə, onu öldürdülər, fədəmdəmə aleyhim rabbuhum, Allah onlara əzab verdi, bir adam öldürdü. Amma qövmə əzab verdi. Dedilər, niyə görə bəs cəm halda işlənib? Deyir, onu öldürdü, zülm elədi, o birilər də razı oldular. Razı oldular. Dünyada bir nəfər insan günahsız öldürülürsə, Qarabağda cəbhə bölgəsində bir əskərimiz ki, şəhid cənazələr gələndə, hansısa bir insan, vicdanı olan adam eşidirsə, təsirlənmirsə, dünyanın harasında olursa olsun, günahsız insan öldürülürsə, təsirlənmirsə, o insaniyyətində şübhə var o insanın. Onun insaniyyətində şübhə var. Ona görə də Aşura ziyarətində yox, İmam Hüseynin, bəli, Aşura ziyarətində də oxşar cümlələr var. İmam Hüseyin ziyarətlərində oxuyuruq ki, neçə dəstəyə lənət oxuyuruq. Bir onu qətlə yetirənlərə, bir eşidib razı olanlara. Adamlar ki, eşitdilər İmam Hüseyin qətlə yetirilib, deyirlər, olub da. Bu dəstədə qiyamətdə elə onu qətlə yetirənlərlə eyni cərgədə olacaq. Bugün İslam dünyası ağır imtihan keçirir, məzhəb davası salıblar. Bir zaman özləri müsəlmanlarla üzbəüz vuruşur. İndi yaxşı yol seçiblər. Özlərini vuruşdurub qıraqdan baxıb tamaşa edirlər. O da adamı çox yandırır. Bəli, bu məsələyə görə mən günahı heç kəsin üstünə yıxmıram. Bu məsələyə görə İslam ümməti məsuliyyət daşıyır. İslam ümməti bütövlükdə məsuliyyət daşıyır ki, bu parçalanmaya gedib, din adı ilə bir-birinin başını kəsir, maliyyəsi də bəllidir haralardan gəlir, kimlər onlara silah satır və necədir, artıq hər şey bəllidir dünyaya və təhrif olunmuş dini inkişaf etdirirlər, haqq olan dinin müqabilində və məzhəb davaları salırlar və şükür olsun Allaha ki, burada bunu da deyim ki, bizim Azərbaycanımızda belə bir problem yoxdur və çox ciddi çalışmalıyıq ki, ancaq vəhdət istiqamətində təbliğ aparaq, məzhəbləri bir-birinə qardaş kimi təqdim eləyək və ixtilafları qabartmayaq. Bu bizim yeganə çıxış yolumuzdur və çıxış yolumuzdan da əlavə İslam qardaşlığı Quranın buyurduğu əmrdir, Quranın buyurduğu məsələdir və İslam ümməti bir qardaş olmalıdır. Fərqi yoxdur, hansı məzhəbdən olursa olsun, Azərbaycan
Azərbaycanda yaşayan ənənəvi məzhəblər hamısı bir-biri ilə qardaşdır, bir-biri ilə mehriban olmalıdır və bu dəyər ki, tarixən bizdə mövcud olub, o dəyəri mütləq qorumalıyıq və başqa ölkələrə də nümunə kimi təqdim etməliyik ki, İslam ümməti ümumiyyətlə bu vəhdət yolu ilə bu bəlalardan nicat tapa bilər. Odur ki, vəhdətə xələl gətirən hər bir iş görən, söz danışan insanlar kim olursa olsun, düşmən dəyirmanına su tökən insanlardır. Fərqi yoxdur. Hansı əqidədən olur olsun, hansı məzhəbdən olursa olsun. Allah müsəlmanların vəhdətin, birliyin bundan daha artıq möhkəm eləsin inşallah. Allahümme inna nes'aluke ve ned'uk bismikel azimil a'zam el-a'azzil ecellil ekram ve bil Hüseyin ya Allah 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 ya Allah. İlahi, əllərimizi naumid qaytarma. Amin deyən dilləri lal öldürmə. Bağışlamamış bizi qəbr evinə aparma. İlahi, bu danışılan sözlərə əvvəl danışanın, sonra eşidənlərin qəlbində təsir elə. İlahi, bizi bu sözlərə eşidib əməl eləyənlərdən qərar ver. İlahi, bizi bu ayın bağışlananlarından qərar ver. Bu ayın qalan günlərinin, saatlarının feyzindən bizi binəsib eləmə. Qarşıdan gələn bayramı bütün müsəlmanlara mübarək elə. Bütün xəstələrə, nəzərdə olan xəstələrə şəfa mərhəmət elə. Bu məclisdə iştirak eləyənlərin qəlblərində nə hacətləri varsa, bu ayın hörmətinə hamımızın hacətlərimizi rəva elə.